Dövlət Akademik Musiqili Teatrında Bakı Xoreografiya Akademiyasının orta ixtisas təhsil pilləsinin buraxılış hesabat konserti keçirilib. Konsert Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Xoreografiya Akademiyasının təşkilatçılığı ilə baş tutub. Bu konsertə biz artıq bir ildir hazırlaşırıq ki, bu konserti yüksək səviyyədə yerinə yetirək. Təbii bir tərəfdən sevinirik, bir tərəfdən kədərlənirik ki, hansı ki 5 il dərs verdiyimiz tələbələr bu gün artıq bunların sonuncu konsertləridir. Mən onlara arzu eləyərdim ki, bu ürəklərindəki arzular hamısı yerinə yetsin. Çünki o tələbələr bizim üçün ən əziz tələbələrdir. Biz onlar üçün bir akademiyada valideyn kimi olmuşuq. Onlar da bizim üçün övlad kimi olublar. İlk olaraq onu demək istəyirəm ki, bugün bütün incəsənət adamları, balet artistləri üçün çox gözəl bir gündür. Bu vacib gündə tələbələrimiz məzun adını qazanır. Biz onları təbrik edirik və onlara işıqlı gələcək arzu edirik. Əziz balalarımızı və həmçinin həmkarlarımızı da təbrik etmək istəyirəm. Tələbələr konsert hazırlıqları barədə məlumat veriblər. Hər gün fasiləsiz, hər gün məşqlər keçirilirdi axşama qədər. Düzdür, nə qədər yorğun olsaq da, nə qədər hərdən olurdu, göz yaşları tökürdük yorğunluqdan və yaxud ağrılardan. Amma bunların heç birinə baxmayaraq, biz sona qədər dözməyə və sona qədər ayaq üstündə qalmağa, işləməyə çalışırdıq. Bizim yanımızda, başımızda bizim dəyərli müəllimlərimiz dayanırdı. Onların bu yolda əziyyəti həddindən artıq çox olub, həddindən artıq öz əməyini, əziyyətini bizim üzərimizdə qoyublar. Çox ağır, zəhmətli, amma ki buna baxmayaraq biz tam hazırıq, hər şey yolundadır. Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, akademiyanın tələbə müəllim heyəti iştirak ediblər. Əməkdar artist Nalə Məmmədzadənin bədii rəhbər olduğu konsertdə Akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında Chopin'in Polonez, Cahangirovun İlk Bahar, Gottschalk'ın Tarantella və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.